أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر بحسبان والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحب ذو العصف والريحان فبأي آلاء ربكما تكذبان صدق الله العظيم. Değerli Minber TV izləyiciləri, növbəti bir Ramazan günündə sizləri Allahın salamı ilə salamlayıram. Bugünkü proqramımızın, verilişimizin mövzusu oruç təqvamızı artırır. Bəli, təqva nədir? Allah-u Teala bizdən təqvalı olmağımızı istəyir. Quran-ı Kərimdə təqva 285 kərə keçməkdədir. Tutduğumuz oruçlar bizim təqvamızı artırır. Bu minvalda İnşallah sizlərlə Quran-ı Kərimdə təqva mövzusundan bağlı bəzi ayələri bölüşəcəm. Uca Allah Bəqərə surəsinin 183-cü ayəsində belə buyurur. Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman edənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, təqvalı olasınız. Allaha qarşı gəlməkdən çəkinəsiniz. Bəli, ayədə buyurulduğu üzərə oruç tutmaq bizi təqvalı edir. Allaha qarşı gəlməkdən çəkindirən bir ibadətdir. Bəli, öncəliklə təqva nədir? Təqva günahlardan və haramlardan Allah üçün, Allah rızası üçün çəkinmək, uzaq durmaq, Allahın buyruqlarına sevərək titiz bir şəkildə, həssas bir şəkildə əməl etmək, Allah-u Teala'ya ixlaslı, səmimi bir şəkildə ibadət etməkdir. Həzrət Ömər bir gün Übey bin Kəbə, böyük sahabilərdən Übey bin Kəbə, təqva nədir deyə soruşdu. Übey bin Kəb ona belə dedi. Ey Ömər, sən heç tikanlı bir yerdə keçdinmi? Həzrət Ömər bəli cavabını verincə, Übey ona dedi ki, bəs nə elədin o yerdən keçərkən? Həzrət Ömər ona cavabında, paltarlarımı yuxarı çəkdim və tikanların mənə zərər verməməsi üçün diqqətli davrandım deyə cavab verdi. Übey bin Kəb, bax elə təqva budur, buyurdu. Yəni, təqva günahlardan titizliklə, həssas bir şəkildə uzaq durmaq və Allah-u Teala'nın əmrlərinə tam əməl etməkdir. Uca Allah
Qurani-Kərimdə bizdən təqvalı olmağımızı istəyir. Bununla bağlı Bəqərə surəsi 197-ci ayətdə belə buyurulur. وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمُهُ اللّٰهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. İşlədiyiniz hər bir xeyri Allah-u Teala bilir. Ey insanlar, ey möminlər, tədarük görün, azuqə yığın. Ən xeyirli tədarük, ən xeyirli azuqə təqvadır. Bəli, Allah-u Teala bizdən təqva tədarük etməyimizi istəyir. Bu dünyada biz sanki bir yolcu kimiyik. Biz axirət yolcusuyuq. Axirətə doğru yolculuğumuz davam edir. Əbədi bir həyat, axirət həyatı bizi gözləyir. Bu dünyada biz axirət üçün tədarük görməyimiz istənilir. Bunun üçün də ən xeyirli tədarük olaraq Allah-u Teala bizdən təqvalı olmağımızı, təqva tədarük etməyimizi istəyir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də insanları bu dünyada sanki bir ağacın altında kölgələnib də yoluna davam edən yolcuya bənzədir. Bəli, əbədi həyat azuqəmiz olaraq təqva tədarük etməliyik ki, məhşər meydanında, o çətin qiyamət günündə bizi təqvamız, o işlədiyimiz salih əməllər, Allaha qarşı gəlməkdən, günahlardan çəkinməyimiz və etdiyimiz ibadətlər bizə cənnətə girməyimizə vəsilə olsun. Başqa bir ayət-i kərimədə yenə Allah-u Teala Ali İmran surəsi 76-cı ayədə belə buyurur. Ya eyyuhən-nəsu, ittaqullaha haqqa tuqatihi və la tamutunna illə və entum muslimun. Ey insanlar, Allaha qarşı bacardığınız qədər təqvalı olun və ancaq müsəlman olaraq can verin. Ramazan ayı bizə təqvanı öyrədir, təqvanı təlim edir. Çünki biz bu ayda halallardan da sırf Allah rızası üçün uzaq dururuq. Yemirik, içmirik və digər nəfsani istəklərimizi də sırf Allah-u Teala'nın rızasını əldə eləmək üçün o bizdən bunu istədi deyə, o buyurdu deyə biz halallardan belə uzaq dururuq. Təqva da zaten Allah üçün bəzi günahları tərk etmək və Allahın buyruqlarına əməl etməkdir. Deməli, biz Ramazanda Allah rızası üçün halallardan belə uzaq dura biliriksə, deməli, haramlardan, Allahın istəmədiyi, Allahın razı olmadığı əməllərdən də uzaq dura bilərik. Ramazan şərif bizə bu şəkildə təqva təlim edir. Əlavə olaraq, Ramazanda biz əlavə ibadətlər edirik, ibadətlərimizi daha da artırırıq. Quran-ı Kərimi daha çox oxuyuruq. Əlavə namazlar qılırıq, təravih namazları qılırıq. Məsələn, təravih namazı qılan bir şəxs əlavə yatsı namazından sonra əlavə 20 rükət daha namaz qılır. Bu da bizim namaza, ibadətlərə öyrəşdirir və Ramazandan sonra da biz digər 5 vaxt ibadətimizi daha rahat bir şəkildə yerinə yetirə bilirik. Bəli, deməli, Ramazan-ı Şərif bizə təqva təlim edir, bizi daha təqvalı bir mömin halına gətirməyimizə, bizim nəfsimizə daha çox söz keçirə bilməyimiz, günahlardan daha uzaq bir həyat yaşamağımıza dəstək olur. Başqa bir hədis şərifində Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləm oruc qalxandır deyə buyurur. Yəni, oruc günahlara qarşı, atəşə qarşı, cəhənnəm atəşinə qarşı bir qalxan vəzifəsi görəcəkdir. Oruc təkcə mədəmizi deyil, bütün orqanlarımızı tərbiyə edir, günahlardan uzaq tutur. Bir hədis şərifidə buyurulduğu kimi, kim yalan danışmağı tərk etməzsə, Allah-u Teala onun ac qalmasına, susuz qalmasına ehtiyacı yoxdur, buyurulur. Necələri var ki, orucdan nəsibi təkcə ac qalmaqdan və susuz qalmaqdan ibarətdir, deyə keçir. Yəni, bir insan dilini qeybətdən, yalandan, dedikodudan, iftiradan, gözünü, qulağını, digər orqanlarını haramlardan uzaq tutmursa, onun orucu təkcə ac və susuz qalmaqdan ibarət ola bilər. Yəni, bu şəkildə günahlardan uzaq durmayan insanların orucu təkcə kamil mənada bir oruc sayılmır. Bəli, biz dedik ki, bu dünyada təqva, bizim əsl azuqəmiz təqva olmalıdır. Peyğəmbərimizin buyurduğu kimi dünya axirətin tarlasıdır. Biz burada nə əkərsək, hansı salih əməllər işləyərsək, axirət yurdunda onların qarşılığını görəcəyik. Onun üçün təqva tədarük etmək üçün Ramazan ayı bizim üçün əvəzsiz fürsətdir. Təqva bizə Allahın sevgisini qazandırır. Ali İmran surəsi 76-cı ayə-i
kərimədə buyurulduğu üzrə Allah-u Teala innallaha yuhibbul muttaqin. Allah təqvalılarla bərabərdir. Ayə-i kərimədə buyurulduğu üzrə innallaha ma'allazina taqav vallazina hum muhsinun. Bəli, Allah-u Teala təqvalılarla bərabərdir. Allah-u Teala yaxşı əməl, salih əməl işləyən möminlərlə bərabərdir, onların dəstəkçisidir. Allah-u Teala muttaqilərin dostudur. Vallahu veliyyul muttaqin. Təqva eyni zamanda Allah katında üstünlük ölçüsüdür. Hucurat surəsi 13-cü ayədə Allah-u Teala belə buyurur. İnnə əkramakum indallahi ətqakum. Şübhəsiz ki, sizin ən dəyərliniz, ən üstün olanınız, Allah katında ən hörmətli olanınız, ən təqvalı olanınızdır. Yəni Allah-u Teala katında üstünlüyün ölçüsü nə mal, nə mülk, nə vəzifə, nə güc, qüvvət deyil. Allah katında üstünlüyün ölçüsü bizim təqvamızdır. Hədis şərifdə buyurulduğu üzrə Allah-u Teala bizim nə malımıza, mülkümüzə, xarici görünüşümüzə baxmaz, o bizim qəlbimizə baxar. Qəlb də təqvanın məkanıdır. Peyğəmbərimiz nə demişdir? Ət-təqva həhunə. Təqva işte qəlbi göstərərək təqva buradadır deyə buyurmuşdur. Allah təqvalı möminə hər çətinlikdən, hər sıxıntıdan bir çıxış yolu göstərər. Ona yetər, onun günahlarını əff edər, onun işlərini asanlaşdırar. Bununla bağlı Talaq surəsi 2-ci və 5-ci ayələrdə belə buyurulur. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allaha qarşı təqvalı olarsa, Allah ona hər çətinlikdən bir çıxış yolu verər. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Onu heç gözləmədiyi yerdən onu ruziləndirər, ona ruzi bərəkət verər. وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha dayanarsa, Allaha təvəkkül edərsə, Allah ona yetər. İnna Allaha baliğu əmrih. Allah-u Teala işi tam olaraq yerinə yetirəndir. Allahın işinə qarşı heç kim, əmrinə qarşı heç kim gələ bilməz. Ayənin davamında وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا keçir. Yəni kim Allaha qarşı təqvalı olarsa, Allah onun işlərini asanlaşdırar. Yenə bir sonraki ayətdə وَمَنْ يَتَّقِ اللّٰهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا. Kim Allaha qarşı təqvalı olarsa, onun əmrlərini səmimi bir şəkildə sevərək, sırf onun rizasını qazanmaq niyyəti ilə onun əmrlərini yerinə yetirərsə, onun qadağalarından, günahlarından uzaq durarsa, yəni təqvalı olarsa, onun günahlarını əff edər və ona böyük bir mükafat verər. Allah-u Teala təqvalıya yaxşı ilə pisi ayırt edəcək bir anlayış verər. Bununla bağlı ayə-i kərimədə belə buyurulur. Ya eyyuhəl-ləzīnə əmənu in təttəqullaha yec'al ləkum furqanan və yukaffir ankum seyyiatikum və yaghfir lakum vallahu zul fadlil azim. Ey iman edənlər, əgər Allaha qarşı təqvalı olarsınızsa, Allaha qarşı gəlməkdən çəkinərsinizsə, onun qadağalarından uzaq durar, onun əmrlərinə yerinə yetirər, ona ixlassız, səmimi bir şəkildə ibadət edərsinizsə, o sizə yaxşı ilə pisi, doğru ilə yanlışı ayırt edəcək bir anlayış verər və sizin günahlarınızı bağışlayar. Təqva sahibləri ilə əlaqəli Quran-ı Kərimdə bir çox başqa ayələrdə də keçdiyi üzrə Allah-u Teala cənnəti, axirət yurdunu muttaqilər üçün hazırladığını ifadə edir. Bununla bağlı bir neçə ayəni sizinlə bölüşmək istərdim. Ali İmran surəsi 133-cü ayədə keçdiyi üzrə وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِّنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ عِدَّةٌ لِلْمُتَّقِينَ. Genişliyi yer və göylər qədər geniş olan və Allahın muttaqilər üçün hazırladığı cənnətə tələsin deyə buyurur Allah-u Teala. Yəni Allah-u Teala başqa ayədə də buyurduğu üzrə, məsələn, مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ. Muttaqilər üçün hazırlanmış cənnətlər deyə başqa ayələr keçir. Bəli, Allah-u Teala'nın cənnəti muttaqilər üçün hazırlayıb bəzədiyi ifadə olunur Quran-ı Kərimdə. O muttaqilər kimlərdir? Ayənin davamında اَلَّذ۪ينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِم۪ينَ الْغَيْزَ وَالْعَاف۪ينَ عَنِ النَّاسِ وَاللّٰهُ يُحِبُّ الْمُحْسِن۪ينَ. O muttaqilər kimlərdir? Onların xüsusiyyətləri sayılır ayənin davamında.
O muttaqilər ki, deyir, darlıqda da, varlıqda da, bolluqda da Allah yolunda xərcləyərlər. Vəl-kəziminəl qayz və qəzəblərinə hakim olarlar, qəzəblərini cilovlayarlar. Vəl-afinə anin-nas və insanları bağışlayarlar. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ. Onlar bir günah işlədiklərində həmən arxasınca tövbə edərlər. وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Və onlar günahlarında israr etməzlər, günahları tərk edərlər, bilə-bilə günahlarında israr etməzlər. Bəli, son olaraq dəyərli izləyicilər, Muhammed surəsi 15-ci ayəni sizinlə paylaşaraq verilişimizi yekunlaşdırmaq istəyirəm. Ayə-i kərimədə muttaqilər üçün hazırlanan cənnət vəsf olunur. Bu cənnətdə bəli, baldan çaylar, süddən çaylar, çox gözəl içkilərdən, şərablardan çayların olduğu, çox gözəl dadlı sulardan çayların axdığı, bütün naz-nemətin, bütün insanın istədiyi, nəfslərin çəkdiyi hər cür nemətlərin orada olduğu vəsf olunur, keçir. Yəni Allah-u Teala bununla bağlı Quran-Kərimdə çoxlu ayələrdə muttaqilər üçün hazırlanan cənnətlərdən bəhs edir. O cənnətlər ki, genişliyi yerlər və göylər qədər böyükdür. Və ən son yenə Zümər surəsində keçdiyi üzrə muttaqilər qrup-qrup, dəstə-dəstə cənnətə sövq ediləcək və cənnətin qapısına gəldiklərində mələklər onlara "Salamun aleykum tibtum fədxuluhə xalidin" deyəcəklər. Salam olsun sizə, siz tərtəmiz oldunuz və əbədi qalmaq üzrə cənnətlərə buyurun. Artıq bu cənnət sizin əbədi yurdunuzdur deyəcəklər. Yəni bütün bu kitablar gördüyümüz üzrə muttaqilərədir, dəyərli müsəlman qardaşlarımız. Onun üçün biz bu dünyada təqva tədarük etməliyik ki, Allah-u Teala'nın Quranda vəsf etdiyi o böyük mükafatları, cənnət mükafatını əldə edək. Oruç da bizi bu təqvaya çatdıran, təqvamızı artıran ən önəmli ibadətlərdən biridir. Allah-u Teala bizi muttaqilərlə birlikdə həşr eləsin. Allah-u Teala'ya qarşı təqvalı olmağı bizə nəsib eləsin. Ramazan orucumuzu da bu şuurla, bu fikirlə, bu həssasiyyətlə tutmağımızı Allah-u Teala bizə nəsib eləsin. Velhamdülillahi Rabbil aləmin. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح.
أكبر لا